Şuuraltı diaqnozlar həqiqətən möhtəşəmdir və şuuraltı diaqnozlardan yola çıxarkən, yəni illərdir insanlarla işləyirəm və həqiqətən real həyat təcrübələri, real baş verənlər hər dəfə insanı heyrətləndirir. Biz insanlar, Allah bizi anda yaradıb və bu an bizdə hal yaradır həqiqətən və bu hal hisslərimizə, hisslərimizdən duyğularımıza, sonra duyğularımız da düşüncələrimizlə kontakta girir və biz bunun üzərində bir axışda oluruq, bir həyat dövriyyəsi yaşayırıq. Eee, İnsan problemə düçar olanda hansı mövzu olur olsun, çoxu zaman emosional gərginliklə o problemin içinə bir sel gəlirmiş kimi, elə sanki o seldə lillidir, lillənibdir, elə bir axışa gedirik ki, elə bir axışa düşürük ki, eee yəni kənardan durub baxmağa belə özümüzə icazə vermirik, vaxt vermirik. Yəni özümüzü həmin problemin içində məhv etməyə, sındırmağa, qırmağa, qırılmağa icazə veririk. Yəni belə baxıram ki, əslində biz genel olaraq, şuuraltı olaraq, millət olaraq əslində emosionallığı daha çox sevirik, gərginliyi daha çox sevirik və bu da mən belə düşünürəm ki, həqiqətən bizim başımıza nə gəlibsə bu günə qədər hamısı bilgisizlikdən olubdur. Həqiqətən biz yaradılışımız, yaradan bizə verdiyi mesaj, əslində bizə nə verib, nə deyir, nə istəyir, bizi nəyə görə göndəribdir, biz bunlardan xəbərsiz böyümüşük deyə və ətrafımızda bu informasiyalar olmayıb deyə, bu informasiyalar bizi ələ keçirdibdir. Yəni yaşamalı olduğumuz gözəlliklər kənarda qalır. Bu əzbər olan, standart olan, şablon olan, olanları biz öz inancımıza, öz proqramımıza, öz qismətimiz deyib özümüzü hipnoz etmişik, inandırmışıq. Deməli, ana övladı üçün, oğlu üçün, yəni oğlu da bayağı bir böyük övladları olan bir kişi xeylaqdır. Müraciət edir, deyir ki, mənim övladım illərdir nə qədər əl atır, nəyə əl atırsa hər zaman boşa çıxır, hər zaman əziyyət çəkir, istədiyini əldə edə bilmir və artıq çox aqressivdir, dözmür, artıq depressiyaya düşübdür və deyir ki, yəni burdan o tərəfi yoxdur. Mən artıq bacara bilmirəm. Biz onun kuantum deməli çalışması ilə şuuraltısına etdikdə bilirsiniz orada nə çıxdı? Orada çıxdı ki, ana övladını dünyaya gətirəndə bir xəstəlik tutulur. Yəni xəstəxanada qalmalı olur. Və bu uşaq təhvil verilir qohumlarına məcburən. Və doğrudan da qohumları neçə müddət bu uşağa baxır, yaxşı da baxırlar. Amma bir şey olur. Bu uşaq çox əzab-əziyyətli olur, yəni çox sıxıntılar yaşayır. Yəni ana bunu qeyd edir. Təbii ki, oğlu da yanındadır və e, yəni şuuraltında bu çıxır ki, ana uşağı verir öz ailəsinə təhvil, yəni məcburən verir, təslim edir ki, mən sizə güvənə bilərəm və bu uşaq orada yaxşı baxılsa da, baxın, deməli o orada baş verənləri bilmir. Nəyə görə ana onu qoydu, nəyə görə getdi? Sadəcə o özünü ora aid hiss edir. O elə düşünür ki, burada olmalıydı deyənə ana onu orada qoydu və mən bura aidəm duyğusuyla elə bir proqrama qapılır. Yəni elə bir inanc onda, çünki filtr yoxdur. Şuur altında filtr olmadığına görə baş verən hər şey özünküləşdirir şuur altında olan, yəni o dövrdə, o yaşda olan hər bir uşaq. Və mən sadəcə həmin o oğula sual verdim ki, siz pul deyəndə gözlənti duyğusundasınız. Yəni sadəcə gözləyirsiniz. Bəli, orada qeyd edir ki, mən hər zaman gözlənti içindəyəm və nə gözlədiyimi də bilmirəm. Və həqiqətən o gözlənti, zaman və balaca həmin o oğlan boşluqda dümtək tənha qalıbdı. Və mən onu deyəndə ki, sizdə belə bir proqram çıxır və özü qeyd edir ki, doğrudan da mən tənha, özümü tək, köməksiz, kimsəsiz, şanssız hiss edirəm və mən bunu hər zaman bu duyğuya düşəndə, bu duyğu məndə baş qaldıranda gizli-gizli ağlayıram və bunu heç kəsə demirəm. Deməli, bu insanın problemi pul deyil. Bu insanın problemi pullar pul deyil, sadəcə yerindən, aid olduğu yeri qarışdırıb, şuuraltısında getdiyi yeri öz proqramı hesab edib, oradan da qidalanmadığına görə, çünki kök, nəsil, ata ocağı, doğulduğu yer, aid olduğu yer o deyil deyə ayrı düşüb və bu ayrı düşdüyü duyğu, o balaca qalıb orada, kimsəsiz qalıb, oradan çünki qida yoxdur. Özəyindən ayrı düşdüyünə görə kədərlənir və bu kədər onu boşluğa salır və o gözlənti də odur ki, mən yardım gözləyirəm, kimsə gəlib məni qurtaracaq və mən qeyd etdim ki, artıq siz həqiqətən o gözləntinizin bitiş nöqtəsindəsiniz. Çünki artıq biz ilk terapiyamızı etdik, çox şükürlər olsun. Və sizin o gözlənti bitib olmalı olduğunuz yerə şuuraltı proqramınız keçid edəndən sonra siz görəcəksiniz ki, inşallah pul proqramınızda şifalanıb necə irəliləyəcəksiniz. Yəni şuuraltı bizim hər şeyimizdir. Həyatımızın başlanğıcı və sonudur. Bizim qədər dediyimiz yanlış inanclarımızın mənbəyi məhz şuuraltı proqramındadır və nəinki pul və pula bənzər digər proqramlarımız da, yəni inanc proqramlarımız da məhz şuuraltından formalaşıb, filtrsiz formalaşıb həyatımıza axın edən inancların kodlaşmış, bütünləşmiş versiyasıdır. Əgər sizin də bu və bunun kimi proqram çətinlikləriniz, direncləriniz varsa, bu kimi direnç proqramlarınız, problem inanclarınız varsa, problemli inanclarınız, direncləriniz kuantum çalışmasına müraciət edib həqiqətən özünüzlə, öz gerçəklərinizlə üzləşə bilərsiniz.